Dayanın. Hər birinizə salamlar. Bu mənim ilk YouTube videom olduğu üçün sizə salam deməyi unutmuşam. İndi isə sizə xoş izləmələr. Kitab bağlamalarında da qəşəng pişik əlfəzinləri var. Minnoş. Çox şirindirlər. Birbirindən şirin pişik stikerləri ilə pişik yemləri. Kitabların üzərində gələn hədiyyə dərgi. Bunlar bacımın inkişaf kitablarıdır. Onları mən açmayacağım, öz açacağım. Maraqlı şəkillər də var. Bunları birinci çıxarım, sonra paketləri açacağım. Bunlar arada itbat olmasın deyə. Deməli, bunlar əlfəcinlərimizdir hədiyyə üstündə. İndi isə başlayaq. Birinci buradan başlayacağım. Çox incə açmaq istəyirəm. Bacarmadım. Milli klassikalarımız. Bahadır və Sona. Namus Qaçağı. Oktay Eloğlu. Bunlar nədir? Şükriyən və Anamın kitabı. Bunları kənara qoyaq. Bir də bu neçə vaxt istədiyim, hardasa 6 ya 8 il bütün oxucuları, mən də 5 ilə yaxın bu kitabı gözləyirdim, 3-cü seriyanı. Bunun bir 2 seriyası da var. Axırı gəldi çatdı, Kirli Peri masalı. İnşallah bunu birazdan açacağım, tam axırda bütün kitablar gələndən sonra, yəni açandan sonra. Keçək ikinci paketə. Bu bacımın kitabıdır. Bunu qoyuram. Spoiler kimi ardı bir də məndən çıxdı. Cümə günü Qətil Araşdırmaları Klubu. Yepyeni çıxıb kitab, yəni hardasa 10 gündür ölkəmizdə var. Bunu tezliklə oxuyub bitirmək istəyirəm. Görəsən nədən bəhs edir. Yəni təxminən bilirik təbii ki adına görə, amma yenə də. İndi davam edək. İkinci paketlə. Dəniz Quldurları Məktəbi seriyası. Çox bəyənirdim bunu. Neçə vaxtı Teaz Press'in ya 3 Almanın öz saytından baxırdım. Xoşuma gəlirdi. Dedim bu səfər bunu sifariş edəcəm. Yox. Brilyant məsələsi Cəmşid Əmirovdan. Mən bu kitabı anamdan uşaqlıqdan bəri eşidirəm. Anam bunu öz gənc yaşlarında, mənim yaşlarımda olarkən oxumuşdu. İndi mən də onun həmin o oxuduğu yaşlara çatmışam və mən də bunu oxumaq istəyirdim. Ona görə çox həyəcanlıyam bunu oxumaq üçün də. Bir də Vəhşi Xəfiyyələr. Bunu bacımla Librofa gedərkən görmüşdüm. Şəklini çəkib saxlamışdım. Şəklini çəkib saxlayandan sonra hələ qaleriyada gezirdim ki, görürsən hansı kitabı sifariş edim ya yox. Gördüm ki, Vəhşi Xəfiyyələr qəşəng bir seçimdir. Keçək digərinə. Həyəcanlanıram asdıqca. İndi bunu eləyək. Bunlar davam seriyası. Narniyaya çox ehtimal hər biriniz baxmısınız. Biraz fantastik janrda uşaq filmidir, amma böyüklər daha çox baxır deyərdim. Mən bunun birinci seriyasını almışdım. İkincisi, üçüncüsü, bu da dördüncüsüdür. Bu seriyaları əsasən yayda oxumaq üçün sifariş vermişəm. Çünki yayda oxuyarkən birlikdə çox maraqlı olur, davamlı şəkildə. Hansını açım bunu? Yan başlayaq. Bunu. Buradan. Burada bir şey kitablar var. Sonuncu istintaq, bu da yeni çıxıb. Hələ ölkəmizdə çox oxunmayıb, amma bunun hər hansısa kitab klubunda müzakirəsi olmuşdu. Oradan baxıb xoşum gəlmişdi. Maraqlı bir cinayət kitabıdır.
Daha sonra isə Art və Xaos. Qaraqanın bir kitabını oxumuşam. Bu da ikincisidir. Bir də bunun məndə birinci kitabı var idi. Birincini oxumadım çünki istəyirdim birincini bitirib birdən-birə ikinciyə keçim. Bu da ikinci, Paralel Dünyada. İndi isə buna keçirəm. Burada hansı paketləri keçməyimi belə bacım deyir. Wolfdorf. En sevdiğim. 2 dəfə görüşmüşəm həmin kişi ilə və heç vaxt kitabları məndə olmuyor. Hər dəfə istəmişəm alım, amma gecikdirmişəm. Onu mən bugün qırdım. Kitabları əlimdədir. Gecə qurdularındır. Travma, bir də 21 kölgə yoldaş. Bunları əslində bunları tövsiyənizlə aldım. Story atmışdım ki, hansı kitabları alım Wolfdorf'dan. Təriflənən ilk 3 kitabı seçdim. Bilirəm ki, bunları da bəyənəcəm. Bir dənə də belə eləyək. Özə üstünün hissiyatı çox qəşəngdir. Bayıldım. Və sonuncu. Bu da dəqiqliklə bilirəm ki, məndə ilk 2 kitabı var. Bu yay davamlı oxumaq üçün, hamısını bitirib başlamaq üçün yenidən hamısını sifariş verdim. Möhtəşəmlik. Bir göster. Hə, bir. Dəqiqə yavaş. Hə. Bir də bunlar. 7-ci kitabı da var imiş. Mən sifariş verməmişəm. Arxasından gördüm ki, növbəti kitab budur. Bir onu da zakaz eləyərəm. Bu qədər. Hər birini həvəslə gözləyirdim. Hardasa 15 günlük bir həsrət idi. İstəyirəm bacımkiləri da açım. Amma təəssüf ki, açı bilmərəm. Onun da öz haqqları var ki, özü açsın öz kitabını. İzlədiyiniz üçün təşəkkür edirəm. Bütün kitablar üçün, paketlənməsi, çatdırılması, hər biri üçün buradan Mousetrap Bookshop'a böyük sevgilərimi və təşəkkürlərimi ilətirəm. İlətirəm də körladım biraz. İzlədiyiniz üçün də təşəkkür edirəm. Çünki bu mənim ilk YouTube videom idi. İnşallah bunun davamları gələcək. Birlikdə kitab oxumaları, kitab dəyərləndirmələri, kitab müzakirələri də edəcəyik. İzləmədə qalın. Axı demişdim axırda bunu açacaq. Bunun ilk hissəsini oxuyanda 13 yaşım var idi və məndə mükəmməl bir təsir qoymuşdu. Çox bəyənirdim. Bunun digər hissələri də belə qəşəng qapaqları falan var idi. Belə baxırdım. İstəyirdim məndə olsun, amma mən daha çox pirat nəşri alırdım. Onda hələ başa düşmürdüm pirat nədir. Deməli, arxasında yazılıb ki, aklım devrik cümlələrlə və çirkin el yazısı ilə yazılmış bir məktub gibi ikən, mən belə dönüb təkrar oxumaqda güclük çəkərkən o hep tek səfərdə su gibi okurdu. Görüm, başqa kart falan filan var. Yoxdur. Çox sadə bir dizayn imiş. Mən daha çox poster gözləyirdim, amma poster çıxmadı. Üstündə də sözlər yazılıb ciddi. Ona görə çox bəyəndim. Son olaraq demək istəyirəm ki, əgər siz də belə səliqəli, qəşəng, çox incə işlənmiş paketlərlə kitab istəyirsinizsə, sadəcə Mousetrap'ı tövsiyə edirəm. Hələ maraqlı bir başlığı da var. İstəyirəm onu sizin üçün oxuyum. Oxuyan tələyə düşər. Bu tələyə isə düşməyə dəyər. Təbriklər, artıq siz də bu tələdəsiniz.